Başlayaq uşaqlar. Ana dilindən başlayaq. Buyurun, eşidirəm. Deyin, səhvlərinizi ana dili ağır idi, ona görə birinci ana dili ilə başlayırıq. Deyin, nəyi başa düşməmisiniz, nə səhviniz, nə sualınız varsa eşidirəm. 6 var Üçüncüyə baxa məndə. bilərik. Birə baxa bilərik. Güya necə yazmırsan? Müəllimə 9 dənə səhvim çıxıb. Çox çıxıb. Birdə deyir ki, göyə qalxan qəzəbli dalğalar yemək üçün bir-birini təqib edən ac canavarlar kimi sahilə cumurdular. Aha. Aha. Sintaksisə aid sual olduğu üçün niyə istəbi təhlil edək. Cumurdular xəbər. Kim cumurdu? Canavarlar cumurdular. Hansı canavarlar ac? Hansı ac? Göyə qalxan qəzəbli dalğalar. Yo. Dalğa Canım. olmayacaq o mübtəda. Bəli. Cumurdular. Nə dalğalar cumurdular? Hansı dalğalar? Qəzəbli dalğalar. Qeyri-həmciz təyin var. Hansı qəzəbli? Göyə qalxan. Göyə qalxan fe'l sifət tərkib təyindir. Qəzəbli burada ikinci təyindir. Hara cumurdular? Sahilə, yer zərfliyi. Nə tərzdə cumurdular? Canavarlar kimi qoşması ilə bir yerdə tərz hərəkət zərfliyi yaradıb. Hansı canavarlar kimi ac? Hansı ac? Yemək üçün bir-birini təqib edən. Bu fe'li sifət tərkib yaratdı, hamısını yenə daxilinə saldı. Deyir, mübtəda ilə xəbər arasında kəmiyyətə görə uzlaşma pozulmayıb. Bizə doğrular lazımdır. Deməli, uşaqlar, mübtəda ilə xəbər arasında iki cür uzlaşmadan biz danışmışıq. Bir kəmiyyət uzlaşması idi, bir şəxsə görə uzlaşma idi. Şəxsə görə uzlaşma demək olar çox vaxt gözlənilir. İstisna iki məqam var ki, orada pozulurdu. Hansı idi o iki istisna məqam? Mübtədənin əlavəsi olanda. Aha, Nuray, sonra? Bir də xəbər şəxs əvəzli ifadə olunarsa. Xəbər şəxs əvəzi ilə ifadə olunarsa. Qalan məqamlardan biz əsasən norma baxımından uyğunluq deyirik ki, şəxsə görə gözlənilir. Kəmiyyət də budur ki, mübtədada burada lar var, xəbərdə də lar var. Ona görə pozulmayıb deyir, kəmiyyətə görə uzlaşma pozulmayıb. Düz deyil, pozulmayıb. Cəm düzgün yerindədir. Qrammatik normanın pozulması halına rast gəlinmir. Deməli, cümləyə başlayır, mübtəda var, mübtədanın təyin onun qarşısındadır, xəbər sondadır, kəmiyyət uzlaşması yerindədir, başqa şəkil çarpıcılığı yerindədir. Burada mən norma pozuntusu görmürəm. Görürəmmi? Göyə qalxan qəzəbli dağlar yemək üçün təqib edən ac canavarlar kimi sahilə Mən dağların sahilə cummağını heç metafor kimi düşünmədim. Dedim, bəlkə norma pozuntusudur, ona görə onu götürmüşdüm. Burada məcazilik yaradır. Məcazi metafordur. Təsvir vasitələrini biz norma pozuntusu hesab etmirik. Bu bir. Normanın pozulması halına rast gəlinmir deyir. Göyə qalxan qəzəbli dalğalar. Bir də ki, burada qrammatik norma deyir. Qrammatik norma da qaydadır. Mübtəda xəbərin uzlaşması. Burada nədir məsələ uşaqlar? Dalğa cansızdır axı. Cansızlarda xəbər tək olmalıdır. Yəni, cumhur da olmalı idi. İndi burada yadınıza gəlir, biz dərsdə həmişə necə deyirdik? Deyirdik ki, kəmiyyətə görə uzlaşma yerindədir, amma qrammatik norma pozulub. Yəni, qayda kimi öyrənirik, mübtəda insan anlayışı bildirirsə, təkdirsə xəbər tək, cəmdirsə xəbər cəm olmalıdır. Mübtəda cansızdırsa, xəbər nə olur olsun, mübtədamız cəm və tək, xəbər yenə tək olmalıdır. Qeyri-sani canlılarda dedik tək də ola bilər, cəm də ola bilər. Məsələn, ördəklər göldə üzür də düzdür, üzürlər də düzdür. Fikrim aydındır, nə demək istəyirəm? Yəni, dalğa cansız olduğu üçün xəbər tək olmalıdır. Niyə tək olmalıdır? Qrammatik qayda budur. Qayda budur. Qayda düzgün yerində deyilsə, bu normanın pozulmasıdır. Deməli, normanın pozulması rast gəlinmir deyil, gəlinir. Burada pozulur. Səhvdir bu. Amma lar burada olduğu üçün kəmiyyət uzlaşmasını biz doğru hesab edirik. Fikrim çatdı? Reaksiya yoxdur. Aydındır uşaqlar. Günel. Bəli, aydın. Deyir, tərz hərəkət zərfliyi kamerada bağlamışsınız. İnsan qrupunda kamera tələb eləmirəm, amma arada reaksiya verim. Yəni, bilim ki, mən nə danışıram da, yoxsa ki, təzədən bir də izah varsa deyim də. Məsələn, tərz hərəkət zərfliyi isə birləşməli ifadə olunub. Tərz hərəkət zərfliyi nədir burada? Nə tərzdə sahilə cumurdular? Canavarlar kimi. İsmi birləşmə deyil. Kimi qoşması ilə bir yerdə
Sadəcə isim tərz yaradıb, səhvdir bu. Məqsəd zərfliyi istifadə edilməyib. Məqsəd zərfliyi. Deməli, uşaqlar, biz məqsəd zərfliyində nə məqsədə demişik və daha çox ifadə vasitəsini məstər tərkib götürmüşük. Burada yemək üçün əslində məqsəd məzmunudur. Məqsədin məzmunu var. Amma məsələ nədir burada? Demişik ki, təsvirlənməyənin qarşısında olan nümunə gəlib onunla dayanıb sual verirəmsə, birləşmənin içindədir. Yəni, nə üçün təqib edən, yemək üçün təqib edəndə gəlib dururmu? O zaman feil sifətin az tərəfidir, günün. Məqsəd var, amma məqsəd zərfliyi deyil bu. Deməli, 4-cü hökm doğrudur. Yer zərfliyi isimlə ifadə olunub, sahil sözü, bəli, isimdir. Müvafiq olaraq 1, 4, 5 cavabımız C variantı. Aydındır. Bəli, müəllimə, aydın oldu. Yaxşı. Sonra uşaqlar. 3 var mənim. Zəhra deyir, verilmiş cümlələrə əsasən doğru fikirləri tapmağımızı istəyir. Baxıram, sintaksda dair sualdır. Onda nə etməliyik? Sınavı təhlil etməliyik. Sona kənara ev əşyaları satılan tərəfə çəkilib, boğçanı açdı. Açdı xəbər. Kim açdı? Sona açdı. Sona nəyi açdı? Boğçanı açdı. Sona boğçanı necə açdı? Kənara çəkilib. Biz demişik ki, nümunədə ismi birləşmə, feili birləşmə olub da onun az tərəfinin əlavəsi ola bilər. Nə tər tapmalıydıq onda? Tərəfləri əlaqələndirməliydik. Yəni, kənara çəkilib feili bağlama tərkibdir. Tərz hərəkət zərfliyidir. Tərz hərəkət zərfliyin ifadə vasitəsi feili bağlama tərkibinin asılı tərəfə əlavəli işləm. Kənara, yəni ev əşyaları satılan tərəfə. Bahar anasından ayrılmış ürkək quzu kimi divarın dibində oturmuşdu. Oturmuşdu xəbər. Kim oturmuşdu? Bahar oturmuşdu. Harada oturmuşdu? Divarın dibində ismi birləşmə yer zərfliyidir. Nə tərzdə oturmuşdu? Quzu kimi oturmuş. Tərz hərəkət zərfliyi. Buna yazıram yer, buna yazıram tərz. Necə quzu kimi? Ürkək. Necə ürkək? Anasından ayrılmış. Anasından ayrılmış feili sifət tərkibdir. Deməli, qeyri-həmciz təyin var burada. Bu birləşdi, ancaq birləşməməliydi bu. Belə 2 dənə təyin. Anasından ayrılmış 1, ürkək 2. Deyir, xəbər şuhudi keçmiş zamanda olan feil ifadə olunub. Biz orada, deməli, bu, dairələr birinci nümunəyə aiddir. Ürək işarələri ikinciyə aiddir. Açdı, d keçmiş zaman, d necə keçmişdi? Şuhudi keçmişdi. Feillə ifadə olunub, deməli, bu doğru hökmdür. Tamamlıq əlavəli işlənib. Tamamlıq, bunu 1-ə verir. Biz 2-də dedik ki, əlavə işlənməyib. Ümumiyyətlə, çıxırıq bunu. Buradan heç birində əlavə yoxdur. 2-yə çıxıram variantlardan. Feilin 2 təsriflənməyən forması işlənib. Təsriflənməyən forma deyirsə, tək baxıram. Satılan feili sifətdir. Çəkilib feili bağlamadır. Düz deyirik, təsriflənməyən forma, yəni feil sifət və feili bağlama işlənir. 1, 3, 1, 3 də buradadır, buradadır. İndi ikinci nümunə əsasən. Tərs hərəkət zərfliyinə aid olan təyinlər. Divarın dibin. Burada quzu kimi tərs hərəkət zərfliyidirmi? Bəli. Ürkəklə anasından ayrılmış 2 dənə təyindirmi? Bəli. Cavabımız müvafiq olaraq 1, 3, 4 D variantı. Niyə 5 ilə 6 olmazdı? Feillər eyni qrammatik məna növündə deyil. Aha, məsələ burada nədir? Qrammatik məna növ nədir? Mə'ul, mə'çul, qayıdış. Feil deyəndə bura həm təsriflənən, həm də təsriflənməyən hamısı aiddir. Anadan ayrılmış, oturmuşdu, eyni məna növündə deyil. Eyni məna növündədir. İkisi də məlum növdədir. Bəlkə sizi bu çaşdırıb ayrılmış sözü. Öz-özünə ayrılır, ılda var, deyirsiniz ki, bu qayıdışdır. Hə, uşaqlar? Deyək buna qayıdış. Azər deyə bilərəm. Sifətdən düzəlib deyə olmaz. Ayrılsın. Ayrıdan ayrılmaq. Kim deyər uşaqlar? Sadə söz deyildi. Bunlar sadə feil deyildi. Məncə bu keçən dərs sizin qrupda danışdıqda, onlayn qrupda bunu danışdıq. Dedik ki, hətta deyəsən sən soruşdun Günel, dünyəvi əşyəvi isə soruşdun, onun üzərindən getdim ki,
Azərbaycan dilində bəzi feillərdə də düz fleksiya anlayışı ərəb farsdan gələn sözə aiddir. Bizim dilimizdə də uşaqlar ayrı sözü ılı qəbul edir, olur ayrıldı. Amma burada şəkilçini götürmürsən. Bunu biz sadə söz hesab edirik. Bir dənə də buna oxşayan söz var idi. İki dənə söz demişdik. Çevrilmişdi. Bəli, çevrilmək sözü. Deməli, çevirmək feilinin üzərinə ılı artırıram, amma düzəltmə söz hesab etmirəm. Burada olur çevrildi. Qəbul imtahanında da istifadə olunub. Bu söz ayrıldı, çevrildi. Topluluqda da təkrar gətirib o nümunəni salıblar. Bunlar sadədir. Məzmunu qayıdış ola bilər. Qeydini tuturuq. Ayrılmaq və çevrilmək sadə feillərdir. Məzmun qayıdış olsa bunun göstəricisi yoxdur. O nəticədə sadə feil hesab olunur. Necə? Üzr istəyirəm, mən sözünüzü kəsdim. Deyirdim ki, başqa feil var idi. Yox, Dedikdən əlavə var. çevrilmək və ayrılmaq. Feillər bizim özümüzə məxsus sözlərdir, uşaqlar. Ona görə də feillərdə nəsə dəyişiklik varsa, mütləq biz onu yadda saxlamalıyıq. Ayrıldı, çevrildi. Sadə feillərdir. Növ göstəricisi yoxdur. Məlum növ hesab edilir. Qarşısında da yazın ki, qayıdış məzmunu var. Çaşma. Özün-özünə bunu nida kimi yaz. Heç nə, ona görə 5 səhv bu səbəbdən səhvdir. Quruluşca sadə olan sifət təyinin yerində işlənib deyir. Sifət var burada. Ürkək sadə deyil. Ürkmək feilindən ürkəkdir. Ürkmək feilindən ürkək. Düzəltmə sözdür. Amma burada təyinlər həmcins deyil deyə düşündüm ki, ikisi də tərz hərəkət səhvliyinə aid olmaz. Ona görə çalışmışdım. Biraz o diqqətimi yandırdı. Hə, əslində düz düşünmüsən. Tərz hərəkət zərfinə aid olan təyinlər işlənir. Düz düşünmüsən. Düz düşünmüsən Zəhra. Yəni sənin kimi abituriyent bunu görməli idi. İndi bu belə deyək də ekspertiza olmamış bir testdə. İmtahanda biz bunu hər tərəfli gedirik üstündən. Bəli. Məsələn, imtahanda gəlsə etiraz edərik. Deyərik ki, var problem. İndi heç onun üstündə durmadım. Elə birbaşa quzu kimi, necə quzu kimi ürkək, necə ürkək, anasından ayrılmış ürkək. Tərz hərəkət zərfinə aid olan təyinlər. Yəni çıxsan da başqa nə alınacaq? Nə götürdün cavab? Məsələn, sən deyə bilərdin. Əslində 4-ü sildim. Ona görə 5-i götürmüşdüm. Amma 5-ə diqqət eləmədim sonra ona görə. Yəni 4-ü sildim deyə 5-ə diqqət Məsələn, eləmədim. desəydin ki, müəllim, burada bürüçlü cavabı seçmişəm, 4-də belə bir problem var. Bəli, o sənin xeyrinə, üstəlik ən əlasından xeyirvə sayılacaqdır. Düz deyirsən. İmtahan məqamında uşaqlar qeyri-həmciz təyində təyin təyinə aid olur. Yəni anasından ayrılmış feili sifətin ürkək arasında tabelilik əlaqəsi var. Ürkək deməli, və bu ürkək quzunu izah edir. Anasından ayrılmış sözdə ürkəki izah edir. Qayda belədir. İndi burada tərtibçi yəqin o qədər xırdalığa getməyib, amma ki imtahanda mütləq o düşünür. Deyə bilərdi ki, məsəl üçün nətər deyə bilərdi burada düzəliş etmək lazım olsa, qeyri-həmcinsdən istifadə olunub, təyinlər arasında tabelilik əlaqəsindən istifadə olunub. Deyə bilər ki, təyinlər aid olduğu üzrə tabelilik əlaqəsindədir ki, doğru cavab olsun. Keçək növbəti suala. Bəli. Eşidirəm, buyurun, sorun. Məndə 6 var idi. Ben 5'e bakabiliriz. Baxa bilərik. Deyir, tərkibində ikinci dərəcəli üzvdə işlənmiş cümlələrdən birinin xəbəri sifətlə ifadə olunub. Deməli, baş üzvlərlə bərabər ikinci dərəcəli üzvlər işlənib, üstünə də xəbər sifətlə ifadə olunub. Məsələn, uşaqlar, siz blok imtahanına hazırlaşdığınız üçün sizdə suallar heç yox bir mərhələli, yəni sizin 7-8 dənə asan tipli sualınız var da, bəlkə onların içərisində bir mərhələli sual olar. Adətən sual 2-3 mərhələlidir. Və bu başlıqlarda hər kəsin özünə uyğun bir test işləmək texnikası var da. Yəqin ki, aranızda deyəcəyim metoddan istifadə edənlər çoxdur. Yoxdursa da tövsiyə edirəm. Məsəl üçün, burada xəbərin sifətlə ifadə olunması mənim üçün ən rahat tez tapa biləcəyim bir məqamdır. Nə edirəm? Tez xəbərlərə baxıram, harada sifət yoxdur, çıxıram, variantı özüm üçün məhdudlaşdırıram, vaxt qazanıram. Qızardı, qızarmaq feildir, cavan sifətdir, uzatmaq feildir, qızıl kimi, burada qızıl kimi, qızıl ümumiyyətlə isimli qoşma ilə işlənib, getdi. Deməli, mən burada qaldım B ilə Y-nin arasında, gördünüzmü? Yəni, bu variantların xəbəri mənim tələbimi ödəmir. İndi təhlil edirəm.
Mənim sizə haqqında danışdığım həmin adam bu cavandır. Cavandır xəbər. Kim cavandır? Adam cavandır. Hansı adam bu adam? Hansı adam həmin adam? Hansı həmin mənim sizə danışdığım, mənim danışdığım bütünlüklə olacaq fe'l və tərkib təyin. İkinci dərəcəli üzv də işləmiş. Bəli, deməli mübtəda xəbəri var. İkinci dərəcəli üzv işlənib. Xəbər də sifətlə ifadə olunur. Cavab B-dir. Niyə bəs Y olmazdı? Qətiyyətli idi nə? Onun baxışları. Qətiyyətli idi Bu da xəbər. xəbərdir. Onun yəlik, baxışları mənsubiyyət. Yəliklə mənsubiyyəti harada görürsünüz, onu birləşdirin. Onun baxışları, bu araya daxil olan sözdür. Burada ikinci dərəcəli üzv yoxdur. Ona görə Y olmazsa cavabımız B. 6. 4-də Fe'l baxa bilərim. 4-ə. Verilmiş nümunələrin birində yer zərfi fe'li bağlamaya aiddir. Yer zərfi deyir, morfoloji vahiddən söhbət gedir. Zərfliylə aldanmayın, çaşmayın. Məsələn, baxanda tez burada görürəm ki, bir dənə fe'li bağlama budur. Amma burada zərf görmürəm. Biz əvəzlikdir. Məktəb çıxışlıq halda olan isimdir. Amma yer zərfliyi ola bilərdi. Sən çaşma burada. Hava isimdir, bu ədatdır, tutqun sifətdir. Məsələn, burada getdi. Zərnigar şəklimi soyuq gözlərin qardaşının üzünə zilləyib, narazılığı başını vuladı. Zilləyib. Fe'li bağlamadı, amma üzdə isimdir. Yenə olmayacaq burada. Sonra quruyan, burada ümumiyyətlə fe'li bağlama yoxdur. Bir dənə fe'li sifət var. İrəli zərfdir. Uzadıb da fe'li bağlamadır. Qutardı. Zərf soruşursa, zərfliklə qarışdırmayın. Çalışın tək-tək nümunələrə baxın. Zərfli, məsələn, məktəbdən haradan sualına cavab olub, yer zərfliyi kimi düşünə bilərdiniz. 6. Mübtəda tamamlıq zərflik fe'li birləşmələrin ifadə vasitələrinə uyğunluğu müəyyən edir. Bu kimin səhvidir? Kimlər dedi altını? Məndə 6-da 3 ilə 5 problem idi. Bir də 3-ə baxaq. Testə baxırıq, sonrası bütüyə baxırıq. Bu Infinix profili qoşulan kimdir? Bu qoşulub, amma yoxdur kimdirsə. O mənəm qoşulan. Kim qızım? Adın nədir? Nigar təzə qoşulmuşam. Hə, Nigar. Fidan bacısı. Hə. Ay, sağ ol, Nigar. Qəşəng adım var. Niyə onu yazmırsan? Adınızı yazın ki, bilim kimlər dərsdədir. Yaxşı, getdik. Paul nədir, Aygünül? Maraqlıdır. Müəllim, Sən- Allah haqqı bilməm nə olursa düzəldə bilmirəm. Zəhmət olsa mənimki də düzəldin də nə? Yaxşı, sənki də düzəldirəm. Yaxşı. Deyir ki, ifadə vasitəsi. İfadə vasitələrini bir uyğunlaşdır. İsfəndiyar qapının arasında dayanıb, gah atasına, gah da ağlayan uşağa baxırdı. Baxırdı xəbər. Kim baxırdı? Fe'li birləşmələrin ifadə vasitələrinə görə. Kim baxırdı? İsfəndiyar baxırdı. Kimə baxırdı? Uşağa baxırdı. Hansı uşağa baxırdı? Ağlayan uşağa baxırdı. Nə tərzdə baxırdı? Qapının arasında dayanıb. Burada fe'li bağlama tərkib yaradıb. Fe'li bağlama tərkib yaradır. Fe'li bağlama tərkib nə tərzdə sualına cavab verir? Onda neyini? C-yə 1-i yazaq. Zərfliyə. Yazaq. C-yə 1 yazaq. Yazdıq. Dərsə diqqətlə qulaq asan anar hər şeyi anlamağa çalışır. Çalışırdı kim anar? Nəyi anlamağa çalışırdı? Nəyə çalışırdı? Hər şeyi anlamağa çalışırdı. Nəyə çalışırdı? Fe'li birləşmə, hər şeyi anlamaq. Hansı Nəyə? anar? Dərsə diqqətə qulaq asan anar. Dərsə diqqətlə qulaq asan. Burada təyin. Yoxdur heç bində. Yəni təyin Təyin yoxdur, burada axı yoxdur. onu Nəyə tamamlıq? Dil boğaza qoymaq onun çoxdankı adəti idi. Onun adəti idi xəbər, yəni mənsubiyyət. Nə onun adəti idi? Dil boğaza qoymamaq. Nə deyirəmsə. Deməli, nədir bu? Mübtəda. Dil boğaza qoymamaq frazeoloji birləşmədir. Məstər formasındadır. Amma birləşmə deyil də. Frazeoloji birləşmə sabit birləşmədir. Yəni, Tərkib kimi morfologiyada fe'ildir. tərkib yaratmır. Bir vahiddir.
Bu fikrimi başa düşdünüz uşaqlar? Yəni dil boğaza qoymamaq frazeoloji birləşmə söz birləşməsi deyil. Yəni onu biz sabit birləşmə kimi, bir vahid, bir dənə söz kimi qəbul edirik nəticədə sintaksisdə. Yəni üç ümumiyyətlə çıxmalıyıq. Üç harda varsa biz variantlardan silməliyik. 1-ə C götürmüşəmsə, indi baxaq. Mənə kömək edənlərə təşəkkürümü bildirdim. Təşəkkürümü bildirdim kimə? Mənə kömək edənlərə. Kömək edən bir söz, mənə iki söz, edənlərə kimə sonacaq bir tamamlıq. Bəli, deməli 4-də B olmalıdır. Təhsildə uğur qazanmaq böyük zəhmət tələb edir. Bəli, zəhmət tələb edir. Nə? Təhsildə uğur qazanmaq məsələ tərkiblə mübtədadır. A da burada olmalıdır. Cavab həqiqətən də oldu B. Demək, Banu, səndə problem nə idi? Məndə 3 idi. Bəs 2-də orada hər şeyi anlamağa tamamlıq götürdü. Anlamaq da məsdər olduğuna görə onu niyə B-yə götürmədik ki? Çalışırdı. Kim çalışırdı? Ana çalışırdı. Ana nəyə çalışırdı? Hər şeyi anlamağa çalışırdı. Nəyə çalışırdı? Hər şeyi anlamaq. İki verirmi variantlarda? Heç iki B'ye de getmir. Çıxdaş da eləsən. Əslində burada tamamlıq götürmüşəm və məsələ tərkib də götürmüşəm. 2-yə də B yazsam, elə cavabda yoxdur. Yoxdur. Müvafiq B variantı çıxarırıq. Sonra uşaqlar, Müəllimə, orada təşəkkürümü bildirdim bir yerdə xəbər olur, yoxsa ayırmalıyıq onları? mənə kömək edənlərə öz təşəkkürümü bildirdim. Təşəkkürümü bildirdim. Hansı Bəli. təşəkkürümü? Bəli, bu bir yerdə olmalıdır. Təşəkkürümü bildirdim ki, mən kimə, mənə kömək edənlərə bir götürün. Təşəkkür bildirmək bir tərkib feildir. Ona baxa bilərik. Müəllimə, ondan qabaq 7 var məndə. 7 mən izahlayayım. Darıxma, yox. Məryəm, 7-də deyir ki, verilmiş cümlələrdə fikirləri uyğunlaşdırarkən yanlış olanları göstər. Hər şey dəyişdi, amma ana ürəyinin bu arzusu dəyişmədi. Burada qarışıqdır. Həm morfoloji, həm sintaktik sualdır. Ona görə sintaktik təhlil edirəm. Dəyişdi xəbər. Nə dəyişdi? Hər şey. Mübtəda xəbər. Dəyişmədi xəbər. Nə dəyişmədi? Nə dəyişmədi? Ana ürəyi, ürəyinin arzusu. Bildin nə götürdün? Yəli mənsubiyyət ayırmaram. Yəli mənsubiyyət ayıra bilmirəm. Bütünlüklə isim birləşmə, mübtəda xəbər. Deməli ki, qrammatik əsas var. Tərəf amma ilə bağlanıb. Bu tabis mürəkkəb cümlədir. Qarşılaşdırma əlaqəli tabis mürəkkəbdir. Biçinçilər oraqlarını yağlayıb itiləyir. İtiləyir xəbər. Kim biçinçilər? Nəyi? Nəyi itiləyir? Oraqlarını itiləyir. Nə tərzdə yağlayıb? Fe'l bağlama tərkibdir. Davam edirdilər. Kim? Yenə biçinçilər. Nəyə? Ot çalmağa. Nə zaman davam edirdilər? Sonra. Bu həmcins xəbərli sadə cümlədir. Çünki hər iki xəbər gəlir biçinci mübtədasına dayanır. Məryəm, bura kimi fikrim aydındır? Bəli, müəllimə. Həmcins xəbərli sadə cümlə. Biz dedik ki, ikinci sadə cümlədir, birinci mürəkkəb cümlədir. Çünki hər xəbərin ayrı mübtədası olanda mürəkkəb olur. İki xəbər eyni mübtədaya gələndə isə bu sadə cümlə olur. Hə, biri birinciyə verib. Bizə nə lazımdır? Səhvlər. Bir birinciyə yox, ikinciyə aid olmalıydı. Və bir burada olmalıydı ikinci cümlədə. Amma burada verdiyi üçün səhvdir. Bizə nə lazımdır? Səhv. Götürdüm. Əvəzlik 2 məna növü işlənib. Ortaya verib bunu. Ortaya. Birincidə hər şey qeyri-müəyyəndir. Sonra bu nədir? Bu işarə vəsli. İşarə əvəz. Deməli, burada iki mənalı bir işləm. Düzdür. İkinci nümunədə var əvəzlik. İkinci cümlədə əvəzlik heç yoxdur. Yəni, 2-də yazılan hökm ortaq deyil. Birinci tərəfdə olmalı idi. Bu da səhvdir. Götürdüm. 1-2-nin də olduğu variant elə budur. Avtomatik cavabımız çıxdı. Niyə 3? Uzlaşmadan istifadə olunub, 3-ü ikinciyə verir. İkisində də uzlaşma var da. Hər iki cümlədə uzlaşma əlaqəsini istifadə edir. Birinci cümlədə hətta neçədə uzlaşma var? 1, 2, 3, 4-dən uzlaşma var. Ona görə də səhvdir.
istifadə olunub hökmü ortada yazılmalıydı. Cavab 1, 2, 3'dür. Niyə 4 ilə 5 olmazdı? Xəbər şurada keçmiş zamandadır, birinciyə verib. Dəyişmədi. Düz deyir. Orta Davam altı bu. et. Dəyişdi. İtələyir, davam edirdilər. Nədir? Bu ortaq deyil, düzdür bu. Ortaq dili itələri üstü indiki zamanda heç o görmədim. Düzdür bu. Mübtəda düzəltmə sözlə ifadə olunub. Biçincilər. Biç, biçin, biçinci. Düzdür bu. Cavab 1, 2, 3 C variantı. Məryəm aydındır. Bəli, müəllimə. Yaxşı. Soram nə? 10 var idi. 9-a baxa bilərik. Baxaq, 9. Deyir, buraxılan durğu işarələrinin müəyyən. Durğu 100% yenə də imtahanda görəcəksiniz uşaqlar. Yenə də görəcəksiniz, həmişə də görürük. İsmail başı sinəsinə çökmüş Hüseyn bəyə sarı çevirdi. Deməli, alt-alta verirsə, bu dialoqdur. Dialoqda vasitəsiz nitqin dırnağına ehtiyac yoxdur. Dırnağı tire əvəzləyir. Burada mən qoşa nöqtə qoyuram. Tire ilə başlayıram. Lalə, sən babamı görməmisən. Bu vasitəsiz nitqdir. Dedi də vasitəsiz nitqi ortaya daxil olubsa necə olmalıdır? Vergül, tire, sual məzmunu olduğu üçün sual. Dialoq davam edir alt-alta. Neynəməliyəm? Tirelərlə davam etməliyəm. Hə, yox, bəli, xeyr, təsdiq, inkar ədadlarında vergül. Vergül. Cümlənin ortasında xəbər varsa, mütləq vergül. Bu ya həmcins xəbərdir, ya mürəkkəb cümlənin xəbəridir. Belə ya belə vergül olmalıdır. Amma bağlayıcısından əvvəldə vergül olmalıdır. Yəni, elə də vergül, belə də vergül düşür bura. Amma haqqında çox eşitmişəm. Hə, nöqtə ilə olmalıdır. Heç nöqtə görmürəm. Amma, məsələn, uşaqlar sizə dedim ki, burada dırnağa ehtiyac yoxdur. Dırnaq olan variantları varmı? Yox. Yaxşı. Baxaq, qoşa nöqtə 1 tire, 2 tire, 3 tire, 4 tire, 4 dənə tire. 4 tire, 4 tire, 4 tire, 4 tire. Burada. 1 virgül, 2 virgül, 3 virgül, 4 dənə tane virgül. virgül. O da burada. Cavab D variantı. Aydındır. Bəli. Sonra Müəllimə, indi cümlənin ortasında feil gəlirsə, biz hər iki tərəfdən vergül qoyacağıq. hər iki tərəfdən yox qızım. Feildən sonra vergül qoyacaqsan. Bax, burada bu vergül məsələsi, bax, bu vergül xeyrin vergülüdür. Hə, yox, bəli, xeyr təsdiqindən sonra vergül olmalıdır. Bu vergül, bu xeyrə aid vergüldür. Görməmişəndən sonra vergül, bu ikinci vergül feilə və bu xəbərə görə qoyulan vergüldür. Ona baxa bilərik müəllimə. Verilmiş fikirlərə aid uyğun olan cümlələri müəyyənləşdirin. Tabiəs mürəkkəb cümlədə hadisələrin səbəb nəticəsi bildirir və intonasiya ilə bağlanmışdır. İntonasiya deyirsə, tez bunu silirəm. Çünki gördüm burada. Tez bu variantı silim, mənə mane olmasın. Tez gözümə dəyməsin. Padşaha deyin ki, fikrən ki, artırıramsa tabelidir. Bunu da silirəm. Padşah əmr elədi ki, artırıramsa tabelidir. Silirəm. Ay Günel. Mən zərbədən yerə yıxıldım. Hər şey gözümün önündə qaraldığını hiss etdim. Yıxıldım ki, mən... Səbəb nəticədir. Nə? Burada səbəb nəticədir. Misal üçün, yıxılmışam ki, gözüm qaralıb da. Ona görə mən birbaşa D-ni yazdım. Amma mürəkkəb cümlə deyil də. Həmcins xəbərli sadə cümlədir. Hə, heç o baxmamışam. Bu B variantını belə düz getmədim. Heç cümlə davamını oxumadım. İndi qayıdıb baxıram. Çünki padşah əmr elədi ki, meydanda dar ağacı qurulsun olardı. Padşah əmr elədi. Əmr elədi ki, padşah quruldu nə? Dar ağacı. Cümlənin davamı əzbəlini dəyişdi. Yəni, əmr elədiyi üçün dar ağacı qurulub. Cavab B-dir. D variantı sadə cümlədir. Y-də də cəmaət yığıldı, sonra daşlı əmri meydana gətirdilər. Burada sonra dediyim üçün bu ardıcıldır. Müəllimə, padşah əmr dar ağacı qurulanda, məsələn, planlama yoxdur burada. Bu planlayır ki, padşah mı deyir ki, planlayıblar ki, dar ağacı qurulub da. Amma dar ağacının qurulmasının səbəbi var da. Durduğu yerdə kimsə gedib dar ağacı qurmur axı. Demək, səbəb nədir? Padşah əmr edir. Səbəb nəticədir bu. Sonra uşaqlar, 5-ə baxaq. nöqtənin yerinə uyğun gələn əvəzliklərin düzgün ardıcılığını. Hə, indi biraz da sizlə danışaq. Kimlə danışaq? Elnur, yox, kim var burada? Firuzə sənlə danışaq. 15.
Bəli, deyir ki, nöqtələrin yerinə uyğun gələn əvəzliklərin düzgün ardıcıllığını müəyyən edin. Düzgün variantı oxuyum elə. Nətər uyğundur? Deyir ki, bu barədə bir kəlmə də danışmadı. Burada kimsə bu barədə bir kəlmə də danışmadı. Daha sonra hadisə haqqında fikrini dedi. Hadisə haqqında öz fikrini dedi. Daha sonra dağların sinəsindən axan o bulaq Kəlbəcər ərazisindədir. Niyə variant oldu? Günel problem nə idi ki burada? Kimsə bu barədə bir kəlmə danışmadı. Harada hadisə haqqında Variant sev yazmışam. ona görə deyirəm əvvəl testə baxın, sonra testi soruşun. Sonra yəni bəzən elə asan testlər olur ki, çox bəsit texniki səhv edirsiniz də, onu vaxt itirməyək. Daha ciddi testlərdən danışaq ki, sabah sizə faydası olsun. Sonra Məndə 14 var idi. var idi, baxaq da. Həmçinin xəbərləri müxtəlif nitq hissəsi ilə ifadə olunan tabiiz mürəkkəb cümlə. 3 məsələ var. Həmçinin xəbər olmalıdır, Nuray. Müxtəlif nitq hissəsi olmalıdır və tabiisiz mürəkkəb nitq cümlə, tabiiz mürəkkəb cümləsi olmalıdır. Bağçadakı ağac qupquru qurumuş, yarpaqları solmuş, rəngini itirmişdi. Qurumuşdu xəbər. Nə qurumuşdu? Ağac. Solmuşdu xəbər. Nə solmuşdu? Yarpaqlar. Onun yarpaqları. İsmi birləşmə as tərəfi gedə bilər. Əsas tərəfi buradasa tək başına mübtəda götürə bilərsən. İtirmişdi nəyi? Rəngini. Nə itirmişdi? O itirmişdi. İndi burada nə var? Qurumaq feildir, solmaq feildir, itirmək də feildir. Müxtəlif nitq hissəsi deyil axı. Bunda bu getdi. Yəni bu feillə ifadə olunur. Hisslər. Bu adə dediyiniz məsələ var ha, yarpaqları, solmuş yarpaqları mübtəda götürdünüz. Yəni belə elədiniz, məsələn, ağacların yarpaqları özünüz bərpa etdiniz, sonra mübtəda götürdünüz. Bəli. Fikrən bərpa edəndə ismi birləşmənin asıl tərəfini. Yəni burada mənsubiyyət varsa, əvvəlin gəliyi düşünürəm və mən bunu bərpa edirəm. Bərpa edin olur ismi birləşmə. Qayda kimdə deyirik ki, ismi birləşmə as tərəfi cümlədə deyilsə belə, əsas tərəf buradadırsa, mən onu müstəqil mübtəda kimi və ya müstəqil üs kimi götürə bilərəm. Burada nəticədə xəbərlə eyni hissəsi də gelir. Mən bu xəbərlə getsəm daha rahat olar. Məsələn, hisslərdir isim, lazımda predikativ. Predikativ nitq hissəsidir. Yox. Onda bunu da silirəm. Desəydi ki, ifadə vasitəsi müxtəlif vasitələrdir, onda dura bilərdim bunun üstündə. Amma predikativlər nitq hissəsi deyil axı. Sadəcə ismi xəbər sayırıq. Onda B-nin üstündən keçdim. Heç həmcinsliyə falan baxmıram. Onlar əsl döyüşçü, unudulmaz qəhrəmanlardır. Bax, məsələn, burada döyüşçü isimdir, qəhrəman sifətdir. Müxtəlif nitq hissəsini təhlil edəcəm bunu. Döyüşçüdür kim? Onlar. Qəhrəmanlardır kim? Onlar. Hə. Onlar əsl döyüşçü və unudulmaz qəhrəmanlardır. Müxtəlif nitq hissələrlə ifadə olunan tabiiz mürəkkəb cümlə. Hə, burada Sadə cümlədir. sadə cümlə olur. Çünki hər iki xəbər gəlir, onlar mübtədasında dayanır. Nuray, bu sadə cümlədir. Gələnlər qapının ağzında dayandılar, qulaq asdılar. Bu xəbərləri ikisi feildir. Onda getdi. Qaldı cavab E. Niyə? Vətənin hər qarışı bizim üçün dünyadır. Dünyadır xəbər. Nə dünyadır? Vətənin hər qarışı. İsmi birləşmə mübtədadır. Dünya sözü xəbərdir. İsimdir. Qiymətlidir. Qiymətli sifətdir. Onu qorumalı, nəsillərə ötürməliyik. Ötürməliyik kim? Biz. Deməli, gör nə var burada? Həm mürəkkəb cümlədir. Mürəkkəb cümlənin sərhədi haradır? Dünyadır. Vətənin hər qarışı, qiymətlidir vətənin hər qarışı. Bax, cümlənin sərhədi burada. Onu qorumalı və nəsillərə qorumalıyıq biz, ötürməliyik biz. Xətt qoyduğum hissənin sol tərəfi bir cümlədir, sağ tərəfi digər cümlədir. Solda həmcins xəbər, sağda həmcins xəbər. Xəbərlər dünyadır isim, qiymətlidir sifət, qorumalı feil, ötürməli feil. Cavab E variantı. Çox qəşəng sualdır. Əsl imtahan nümunəsində elə bilin. 3 məsələ soruşdu. Aydındır? Həmcins xəbər və tabiiz mürəkkəb cümlə. Demək ki, tabiiz mürəkkəb cümlənin tərəflərində də həmcinslik var ayrı-ayrılıqda. Aydındır? Mən bir də ki, mənim ismi birləşmənin aslı tərəfini əvəz etmək üçün o aslı tərəf verilməlidir cümlədə, yoxsa verilməsə belə biz onu əlavə edə bilərik. Verilə də bilər, verilməyə də bilər. Sən onu bərpa edə də bilərsən, etməyə də bilərsən. Sadəcə mən izah prosesində onu həmişə bərpa edirəm ki,
Siz niyə görə? Məsələn, yarpaqları solmuş, uşaqların bəziləri gəlir deyir ki, bax burada nəyi solmuş, nəyi sualını verir, deyir Bəli. ki, tamamlıqdır, elə deyil. Məsələn, mən burada sizə bunu vərdiş halına qulağınız eşitsin deyə gətirməyə çalışıram ki, onun yarpaqları solmuş. Yəni bu aşağılar mənsubiyyətdir ha, bu birləşmənin tərəfidir ha, adlıqdır ha, mübtədadır bu. Yəni Hə, elə bəli, harda mən də ını görürük. götürmüşdüm tamamlıq. Hə, yox, elə olmaz da, elə olmaz. Elə harda ını görüb biz onu atlayıb da tamamlıq desək nə oldu? Sintaksin bərpası vacibdir. Qeyri-müəyyənliyi müəyyənlərin və bərpa etmək lazımdır. Sonra uşaqlar, 19 var idi məndə. 19-u kimdən gedək? Sadıqova Nuray. Ben 19'da deyir ki, mənfilikə eşitmək bəzi yazıçılarımızın əsərlərində öz əksini tapmışdı. Deməli, birincidə deyir ki, əvəzliyin iki müxtəlif növündən istifadə edilib. Bu düzdür. Deməli, bəzi və öz var. Ona görə biri götürürük. İkidə deyir ki, təsriflənməyən feillə bir leksik şəkilsi işlənib. Burada təsriflənməyən feil şişirtməkdir. Sözün kökü şişmək, şişirmək, şişirtmək. İki leksik var deyə bu olmur. Ona görə iki səhvdir. Üçdə deyir ki, düzəltmə sözünün ikisinin kökü feildir. Deməli, bir şişmək sözüdür. Bir də Mənfiliklər. bunun kökü Mənfi. Necə? Bu sifət. Yazıcı sözünün kökü yazmaq feil. Hə, ikisinin kökü feildir, bəli. Burada şişirtməklə yazıcı sözünün kökü feildir. Deməli, o birisində deyir ki, iki söz amonimli səciyyəsi daşıyır. Bu səhvdir. Burada amonim söz yox idi. Ona görə 4 olmur. 5-də deyir ki, amonim şəkilçilərdən istifadə edilib. Məsələn, amonim hansı şəkilçi var? Mənfilikləri nəyi? Təsirlik hal. Öz Dır da oldu. əksini, özünün əksi mənsubiyyət, məsəl üçün deyə bilərik. Onu tapmışdır da ki, maş ola bilər, həm feil sifət kimi həm də. Burada amonim şəkilçidən. Elə də olar, hə. Yəni mən burada da amonimliyini tapıb göstərə bilərəm. Ümumiyyətlə amonim şəkilçisi deyə bilərəm. Cavab 1-3, 1-3, 5 C variantıdır. Sonra uşaqlar 20. Var idi məndə. Müəllimə, 20. bir də əsər sözü homonimdir. Nə sözü? Əsər. Əsər sözü həm amonimdir, həm amonim deyil. İndi deyim niyə? Deməli, deyirəm ki, biri var bədii əsər. Düzdürmü? Bədii əsər olanda bu olsun bütöv kök. Deyirəm səndən çoxdan xəbər yoxdur, əsər əlamət yoxdur. Xəbər mənasında olanda bu iki kontekst amonimdir. Amma külək əsər qeyri-qəti gələcək zaman olanda bu artıq amoformdur. Məsələn, bunlar amonim olmur. Homoform olur. İndi sən orada baxmalısan, gör sənə nədə, hansı məqamı soruşur. Bu tip sözə qoyun sözü də aiddir. Qoyun, ana qoyunu, qucaq mənası ilə qoyun, quzu amonimdir. Ancaq əlinizdəki qələmi yerə qoyun sözü ilə, məsələn, qoyun, quzu, bu nədir? Bu amoformdur. Amonim deyil. Tərkib təhlili fərqli olanda amonim olmalı. 20 kimi səhv idi. Mənim. Verilmiş fikirlərlə bağlı doğru olanları müəyyən edin. Yaxşı insanların əhatəsində olmaq insanın gələcək həyatında böyük rola malikdir. Cümlədə işlənmiş təyinlər böyük rola malikdir. Rola malikdir nə? Yaxşı insanların əhatəsində olmaq. Məsdər tərkib burada mübtədadır. Bizə doğrular lazımdır. Deyir ki, təyinlər isim və feilli sifətlə ifadə olunub. Rola malikdir xəbər nə? Yaxşı əhatəsində olmaq. Necə rola malikdir? Böyük. Nədə rola malikdir? İnsanın həyatında yəli ilə mənsubiyyət nədə sualına cavab ver tamamı. Burada bir dənə təyin var, böyük sözü. Feilli sifət burada və insanın həyatında birləşməsinin arada qalır və təhlil edilmir. Deməli, bu səhv hökmdür və qarşısına səhv yazılır. Uyğundur ondan. Biri götürürəm. Sonra
Uşaqların hamısı bu barədə danışdılar. Danışdılar xəbər ki, uşaqların hamısı bu haqda, bu barədə bu olur qoşmalı söz tamamlıq. Cümlədə mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi yoxdur. Elə şey olar. Cümlədə mübtəda və xəbər varsa mütləq uzlaşma əlaqəsi var. Ya kəmiyyətə görə, ya şəxsə görə mütləq ki, uzlaşma əlaqəsi var. Amma burada nətərdir? Mən deyirəm, orada kəmiyyət əlaqəsi deyirik. Hə, Yəni amma bu uzlaşma. şərtdə biraz deyəsən nəsə problem var. Mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var. Deməlidir ki, mübtəda ilə xəbər arasında kəmiyyətə görə uzlaşma yoxdur. Kəmiyyət uzlaşması, bu kəmiyyət. İndi qayıdarıq, bəlkə cavabı o cür verməyim. Mən də bu barədə, çünki belə hökm olmaz da, mən də bu barədə danışıram. Da cümlədə iki müxtəlif köməkçi hissəsi işlənir. Mən də barədə Bağlayıcı. danışıram. Deməli, bu bağlayıcıdır, sadalama var. Barədə qoşma, haqda, haqqında, barəsində bu qoşmadır. Və sondakı dadı ədaddır, mənanı qüvvətləndirir. 2 yox, 3 olmalıdır. Bu səhv hökmdür, amma qarşısına doğru yazır, uyğun gəlmir. 3-ü çıxıram, 3-ü çıxıram, 1-i götürmüşəm, 1, 4, 1, 2-yə baxıram. Mənim acığım tutdu şəxsi cümlə, bu düzdür. Çünki bu nətər təhlil eləyirdik? Acığı tutmaq frazeolojidir. Demişik ki, frazeolojilərin burasında mənsubiyyət olanda əvvəldəki yiyəliklə birləşir, ayıra bilmərsən. Mənim acığım elə bir üçüncü növdədə. Acığı tutmaqda bütünlüklə frazeolojidir. Bütöv halda bu sadəcə xəbərdən ibarət. Cümlə xəbərdən ibarətdirsə nə olur? Şəxsi cümlə. Yəni, bu yanlış yox, doğru olmalıydı. Səhvdir bu da. Qalır cavab C variantı 1-2. Uşaqlar, burada 2-də problem nədir? Əslində, sualın şərti belə yazılmalıdır. Uşaqların hamısı bu arada danışdılar. Uşaqların hamısı əsas tərəf tək olduğu üçün mübtəda təkdə sayılır. Mübtədamız təkdə. Amma xəbərimiz cəmdədir. Burada mübtəda ilə xəbər uzlaşma əlaqəsi pozulub. Yəni, uzlaşma əlaqəsi pozulub, uzlaşma əlaqəsi yoxdur. Belə kontekstdən deyir də müəllif. Cavab 1-2 qalır. Ancaq ki, mübtəda ilə xəbər məsələn, şəxsə görə uzlaşıb, kəmiyyətə görə uzlaşmayıb da burada. Yenə də biraz var problem. Sabah imtahanda belə görmərsiniz, narahat olmayın. İmtahanda deyər ki, mübtəda ilə xəbər arasında məsələn kəmiyyətə görə uzlaşma pozulub. Mütləq dəqiq yazmalıdırlar onu. Cavab 1-2-dir, çünki öbürlər dəqiq düzdür. Yəni, uğursuzdur. Sonra? Məndə 17 var idi. Biraz o arxada qaldı. Deyir, söz birləşməsi ilə ifadə olunan hansı cümlə üzvləri əlavəli işlənmişdir? Söz birləşməsi ilə ifadə olunan cümlə üzvləri. Cümlə üzvünün öz söz birləşməsi olmalıdır, üstünə də əlavəli işlənməlidir. Nuray. Məsəl üçün, baxan kimi görürsən ki, burada Amazon dünyanın ən böyük çayı Amerika qitəsində yerləşir. Burada bizə cümlə üzvləri adı lazımdır. Burada cümlə üzvləri məsələn, Amerika qitəsində yerləşir. Nə Amazon, dünyanın ən böyük çayı. Nədir bu? Mübtədanın əlavəsi söz birləşməsinə ifadə olunub. Bu heç. Uşaqlar iyun ayında yayın əvvəl tətilə buraxılacaqlar. Nə zaman tətilə buraxılacaqlar? İyun ayında. İyun ayında zaman zərfliyi burada söz birləşməsinə ifadə olunub. Əlavəsi də var. Zərflik də haradadır? 5-dədir. 5-i götürdüm. Fərman ən yaxın dostunu. Kimi dostunu? Hansı dostunu? Yaxın dostunu. Bunu ayırıram, ayrı təhlil edirəm. Tamamlıq ona görə sayılmır. Adamlar irəlidəki yolun kənar ağacın altında adamlar irəlidəki ağacın altında dincəlmək istəyirdilər. İstəyirdilər xəbər. Kim istəyirdi? Adamlar istəyir. Nə istəyirdi? İrəlidəki ağacın altında dincəlmək istəyirdilər. Bu bütünlüklə məsdər tərkibdir. Məsdərin az tərəfi əlavəli işlənib. Burada heç nə yoxdur. Bu da bir də olacaq. Mübariz İbrahimov unudulmayacaq. Yəni, milli qəhrəman, mübtəda. 1-5 cavab. Mübariz İbrahimov söz birləşməsi götürdük. Bəli. Mürəkkəb addır. O bilgi atmışdı. Mürəkkəb adlar söz birləşməsi formasında olduğu üçün sən bunu mürəkkəb adda götürsən düzdür, söz birləşməsi götürsən də düzdür. Bunu yadda saxlayın. Söz birləşməsi formasında xüsusi isimlərin birləşməsi mürəkkəb ad sayılır.
və bu təhlildə bütöv götürülür. İstər söz birləşməsidir, istər mürəkkəb addır. Sonra uşaqlar, 23-ü bir 2-yə baxa bilərik. nəyə baxırıq? 23-ü yalnız 2-yə. Nəyi var Orada ki, mı? sən də bilirsin? Nəyi Nəyi var ki, əvəz sənə də edir? versin? Hərflə verilmiş sözlər ismin hansı halda? Nəyi? Onun nəyi? Onun nəyi var? Onun əvvəlini artırıramsa, burada mənsubiyyətdir. Hal göstərsə yoxsa da adlı haldır. Güney. Mənim yox, onu demə. Nəyi sözü əvəzlik deyil? Necə isim olsun ki o? O mən birini soruram. Demir ki isim, deyir ki qara hərflə verilmiş söz ismin adlı halındadır. Demir ki qara hərflə verilmiş isimlər adlı haldadır. Hə, indi bildim. Sonra Mənim bir də ki, bu üçdə də deyir, ha, dinlədiyim mahnılar həmişə çox xoşuma gəlib. Hə, sənin dinlədiyin, amma dinlədiyim deyir axı. mənim Orada mən dinlədiyim sənin mahnıların həmişə xoşuma gəlib. Yəni dinləyən mənəm, sənin mahnılarını dinləyirəm. Dinlədiyim mahnılarım, sənin mahnıların Hə, elə. mənim xoşuma gəlib. Mənim dinlədiyim. Belə olmalı. Bərpa edin uşaqlar, bərpa. Yəliyi bərpa edin. Sonra Bir də 25. 24-də 4-ə baxa bilərik. hansı cümlələrdən, verilmiş cümlələrdən hansıdır qoşmanı çıxarsaq, cümlənin təhlil sxemi dəyişər. Yaxşı, kimdən gedək bunu? Cavid, buyur səndən gedək. Ümumiyyətlə bu testi bu iki cür təhlil olunmalıdır da, həm verilmiş nümunə ilə, həm də çıxarılan nümunə ilə. Cavid, buradasan? Bəli, buradayam müəllim. Hə, de gəlsin. Mən burada 3-4-5 yazmışdım, məndə də səhv oldu. Uşaqlar gedəndən sonra çox darıxmışam. Burada nədir, sonranı çıxaranda uşaqlar gedəndən çox darıxmışam. Cümlə təhlilində dəyişiklik baş vermir. Bizə tərəf gələn adamlar nədənsə yollarını dəyişdilər. Burada da bizə gələn adamlar olanda yenə dəyişiklik baş vermir. Günəşin şəfəqləri kimi işıq saçırdı. Burada mı dəyişik baş verir? Çıxaranda kimi də günəşin şəfəqləri işıq saçırdı olur, mübtəda olur. Amma kimi olanda o yerdə zərfli olur. Məhərzdir. Hə, 4-ü də götürmüşdüm mən ki, şeyə görə, bu çiçəkləri səndən ötürü almışam. Zərflik götürmüşdüm. Amma səndən almışam da yer zərfli, elə düşünmüşəm. Amma ikisi də zərfli olur da. Ona görə dəyişiklik sayılmır. Səndən almışam, kimdən almışam olmur. Tamamlıq olmur. Sintaksis təhlili dəyişmir. Bu çiçəkləri səndən ötürü almışam. Yəni səndən ötürü bilsən nə deməkdir? Sənin üçün almışam. Kim üçün almışam? Yenə də tamamlıqdır. Səndən almışam, kimdən almışam? Yenə də tamamlıqdır burada. Hər iki məqamda tamamlıqdır. Sən zərfli kimi götürmüsən, o səni çaşdırıb. Məsələn, tələbə olmaq üçün, tələbə olmaqdan ötəri hazırlaşırsan. Bu da zərflikdir. Amma deyirəm səndən ötürü almışam. Yəni sənin üçün almışam. Kim üçün? Nə? Burada o məzmundur. Bu tamamlıqdır. Dəyişmir bu. Hə, indi başa düşdüm. 5-də də təzə gələnlər həmin hadisəni müzakirə etdilər. Qoşma üçün ümumiyyətlə burada budur. Təzə gələnlər müzakirə etdilər. Təzə gələnlərlə müzakirə etdilər. Hə. Gələnlərlə olanda olur tamamlıq, lana çıxsam olacaq mübtəda. Sonra uşaqlar Nuray necə yazmışdın? Sadıqova. 25 müəllimə. Mən biraz səhvlərim var idi. Bəzən çaşmışdım, bəzəndə də. İzah olundu səhvlərin. Mən elə çoxsunu özüm düzəltdim, ikisini üçün düzəltdim. Yaxşı. Eyni sualı 25 kimin səhvidir? Kimdə də 25-i? Mənim də səhvim. Yaxşı. Eyni suala cavab verən müxtəlif nitq hissələrinin işləndiyi cümlələri göstərir. Uşaqlar, eyni suala cavab vermək ya sifət isimləşib, ya isim sifətləşib və yaxud say gəlib isimləşib, zərf isimləşib. Bu tip məqamlar üçün soruşan bir testdir bu. Hündür binalarda yaşayan adamlarda təzyiq yüksək olur. Yaşayan adamlarda təzyiq yüksək olur.
Hə, müxtəlif nitq hissələri. Məsələn, hansı adamlarda yaşayan, hansı binada hündür? Burada yaşayan feili sifət, yəni feil, hündür də sifət. Eyni suala cavab verir ikisidən, ancaq nəticədə biri feildir, biri sifətdir. Bunu götürdüm. Yolda müşahidə etdiyim bu hadisədən çox sarsıldım. Yolda müşahidə etdiyim nədən hadisədən? Harada yolda, nədən hə, bax, harada yolda, nədən hadisədən, nə qədər çox müşahidə etdiyim bu hadisədən. Bax, burada da olacaq. Sarsıldım xəbər, nədən hadisədən, hansı hadisədən, bu olur əvəzlik. Bu hansı yolda müşahidə etdiyim. Yolda müşahidə etdiyim feili sifət tərkibdir. Nəticədə feili sifət. Müşahidə etdiyim feili sifət, feil. Bu da əvəzlik. Yenə ikisi də sual eynidir, amma müxtəlif nitq hissəsi sayılır. Tələbələr çəmənlikdə dincəlməyə qərarı aldılar. Bir qədər axtarandan sonra onları tapa bildik. Müəllim həm mənə, həm də uşaqlara, kimə, mənə, kimə, uşaqlara. Mən əvəzlik, uşaqda isim. Cavabımız 1, 2, 5. Bildiniz uşaqlar? Açıq sualdır. Yəqin ki, sizə problem yaradıb burada. Amma tərtibçi soyunluq nitq hissəsi deyirsə, Mən burada əsas birə görə çaşmışdım ki, yəni hündür və yaşayanı ayrı-ayrı onda baxmalıyıq da. bəs tək-tək baxmaq lazımdır. Morfoloji bir sualdır. Ədəbiyyata baxaq. Uşaqlar, ana dilində sualı qalan var? Yoxsa keçirəm ədəbiyyata? Bir dənə mən karıxdıran açıq sualda o deyir, qarşısında rəqəm qoyulmuş. Onu bilmirəm. Həmin sözün əvvəli qarşısını demək istəyir, yoxsa sonra qarşısını demək istəyir. Mən də onda çox çaşam Onu həqiqətən. qarışdıram həmişə. Düz deyirsiniz, haqlısınız. İmtahanda qarşısında yazılmır, yəni ki, imtahanda əvvəlində yazılır. Məsəl üçün mən burada 29-da yerlər sözünü götürmüşdüm, amma baxdım ki, meyarda tamam fərqli şey götürmüşdüm. Uşaqlar, imtahanda o məsələn ekspertizada xüsusilə yəni durulur üstündəki uşaqlar qarışdırırlar. Əvvəlində yazılmalıdır. Məncə imtahan nümunələrində qarşısında yazılanda qarşı bu yəni mübahisə yoxdur. Qarşı məsələsi standartdır. Əgər elə bir şey varsa ki, düşünəsiz, o mütləq dəyişilir, əvvəlində yazılır. İndi bu qeyri-nəşriyyatlar və digər sınaqlara ola bilər. Amma qarşısında sözü əvvəlində məzmunundadır həmişə. Yəni, tərtibçi adətən elə nəzərdə tutur. Hə, başladıq ədəbiyyata. Nətərdir vəziyyət ədəbiyyat? Ədəbiyyat dediniz ki, ana dilinə baxanda daha yaxşı idi, hə? Ana dili çətin idi. Ədəbiyyat daha çətin idi. Mənim üçün də ədəbiyyat daha çətin idi. Ədəbiyyat mənə çox çətin gəlmədi. Necə yazmışsan buna ədəbiyyatı? Mən bir dənə səhvim var, orada da 2-5 yazmışam, 2-3-5 yazmışam. Məmmədova necə yazdın? Mən burada bir dənə səhv 20 var. dənə düzüm çıxdı mənim. Hə, 2 dənə Məmmədovamız var, hə. Bildim. Deyin gəlsin uşaqlar, eşidirəm, buyurun. İkinci sual müəllimə. 4 var müəllimə. Düz eşitdim də ki. Bəli. Verilmiş bəndlə bağlı doğru fikirləri müəyyən edin. Bu nəzəriyyə tətbiqi bir sualdır uşaqlar. Nəzəriyyə tətbiqi suallarda hansı müəllifdən bizə nümunə vermənin heç bir fərqi yoxdur. Deyir ki, doğruları seç. Nə zaman ki bu yer, bu yurt yağıları süpürəcək, üfürəcək. Hər əskərin hər nəfəsi od püskürəcək. Onda dönüb görəcəksən, nakamların qəbri məşəl, qaliblərin qəlbi məşəl. Misraların heç birində inversiya işlənmir. Heç birində. Onda dönüb görəcəksən, nakamların məşəldir, qaliblərin qəlbi. Yox, görmürəm. Burada heç birində, məsələn, xəbərli şəkildə ixtisar olmuş ola bilər, ancaq ki, inversiya yoxdur. İnversiya nədir? Cümlədə söz sırasının yer dəyişməsi, xəbərin əvvələ gəlməyi xüsusən də burada görmürəm. Biri onda doğru hesab edirəm. Bir əşya aid əlamət başqa əşyanın üzərinə köçürülüb. Köçürmə nədir? Köçürmə metafordur. Hanı metafor var? Baxaq. Nə zaman bu yer yurt
Maşallah, yer və yurdun yağını süpürmə insana xasdır da. Süpürmə anlayışı köçürülüb. Bu düzdür onda. Bir iki harda var, burada var, burada var. Epifora. Nədir epifora? Nədir anafora? Epifora sonda təkrardır. Sətrin sonunda. Anafora sətrin əvvəlində təkrardır. Bizə epifora deyir axırda. Məşəl, məşəl. Burada epifora var. Bu arada bax sətr kimi alt-alta belə olanda da epiforadır. Və yaxud da bu belə olanda da epiforadır. Yəni bir sətrin sonunda yanaşı olanda da o epiforadır. Sətrin sonunda alt-alta olanda da. Eyni ilə bu gedişat anafora üçün də keçərlidir. Cavabımız 1, 2, 3 C variantı hazırdır. Mübaliğə yer verilməyib. Mübaliğə deyir ki, nəfəs od püskürəcək, şişirdir. Mübaliğə var. Təyin, işlənibdir. Bədii təyin epitetdir. Epitetdə yoxdur burada. Ona görə bunlar səhvdir. Cavab C variantı. Aydındır. Leyla, orada qafiyələnən sözdən sonra gəlməyib məşəl. Onda rədif olmurdu o. Rədif belə olmur ki. Rədif bəndin sonunda gəlir, təkrarlanır. Hər bəndin sonunda qafiyədən sonra təkrarlanır. O bəndlərin axırında gələndə olur o rədif. Belə olanda isə bu təkrirdir. Təkririn növü sayılır bu. Başa düşdüm. Sonra 4. Məndə də 4 var. deyir Koroğlu və səsli qız diaqrama görə uyğunlaşdırıb yazın. Doğrularla yazıb getmək lazımdır. Həm epik, həm də lirik təqdimat verilərkən ölçü, bölgü, qafiyədən istifadə olunub. Epik lirik təqdimat nə deməkdir? Yəni dastanlarda, poemalarda uşaqlar hesab olunur. Lirik epik janr, həm lirik, həm də epik təqdimat qeyd olunur və burada deyir ölçü, bölgü, qafiyədən istifadə. Ölçü, bölgü, qafiyə nədir? Yəni onun nəzmdən yazılmasıdır. Koroğlu dastanında ölçü, bölgü, qafiyədən istifadə olunub. Bu gəraylı oxunur, qoşma oxunur. Mən onu Onlar müəllimə şeirlərə görə götürdüm. Düz götür. Amma sizə şeirlərə görə, məsələn, səsli qız başdan başa nəzmlə yazılıb da. Bu səsli qız üçün bütünlüklə. Yəni lirik, epik təqdimat vəhdətdə veriləndə ölçü, bölgü, qafiyədən istifadə. Ölçü, bölgü, qafiyə nəyin əlamətidir? Bu nəyin əlamətidir? Bu nəzmin əlamətidir, düzdürmü? Çünki Koroğluda epik nəsr də var. Epik hadisələr nəsrlə təqdim olunur. Ona görə biz bu birinci fikri səsli qıza götürməliyik. Burada olmalıdır. Başa düşürsünüz nə deyirəm? Bəlkə müəllimə, Bəlkə mən biz necə düşündüm? Epik lirik təqdimatda verilir. Məsələn, Koroğluda düşündüm. O lirik təqdimatda ki, ölçü, bölgü, qafiyədən istifadə edilir. Həmin o lirik təqdimat verilən hissədə mən elə düşünmüşəm. Yox, amma elə demir də. Deyir, həm epik, həm lirik təqdimat verilərkən ölçü, bölgü, qafiyədən. O zaman sənin fikrində Koroğluda lirik təqdimat veriləndə ölçü, bölgü, qafiyədən istifadə olunur, düzdür. Amma epik hissəsində istifadə olunmur axı Koroğluda. Koroğluda epik Elə. hissə, sujet nəsr formasında bizə verilir. Bizə deyir ki, həm hadisəni, həm də o lirik hissəsini danışanda ölçü, bölgüdən istifadə olunur. Bu da nəzmin əlamətidir. Nəzmin də səsli qıza aiddir. Aydındır uşaqlar? Bəli, İki müəllimə. olmalıdır. Xalqa düşmən kəsilən obrazlar yaradılır. Bu təbii ki, ikisi üçün də ortaq fikirdir. Vahid sujet xəttinə malikdir. Vahid sujet xəttinə dastan vahid sujet xəttinə malik deyil. Dastanda hər qolun özünün sujet xətti var. Bu Dədə Qorqud üçün də keçərlidir, Koroğlu üçün də keçərlidir. Amma səsli qıza vahid sujet xətti var. Yazıram bura. Baş qəhrəmanın adında onun özü ilə bağlı müəyyən bir əlamət əks olunub. Koroğlu, kör kişinin oğludur. Səsli qız da Sara, səsi gözəl olduğu üçündür. Bəli, onda ortaqdır. O ikisinə yazıram. 2, 5, 1, 3. Bu da qaldı birinciyə. Bu ötürdüm. Hadisələr müəyyən tarixi hadisələrlə bağlıdır. Təbii ki, Cəlallilər üsyanından bağlı olduğu üçün Koroğluya aiddir. Hadisələr çox şaxəli şəkildə təsvir olunub. Çox şaxəli Koroğludur uşaqlar. Koroğludur. Çox şaxəlidir. Bir gün Bağdaddadır, bir gün Ballıcadadır, bir gün Ərzincandadır. Yəni
Ürgünçənli Məndə heç beldədir. hardan bilərik? Bir əsər vahid süjet xəttə malikdir, yoxsa sadəcə süjet xəttə malikdir? Biz onun hamısını danışıb keçirik Nuray. Hamısını danışırıq. Biz deyirik ki, Hə. Sedat xəzinəsinin vahid süjet xətti yoxdur, amma hər hekayənin özünün süjet xətti var. Xosrov Şirin başdan başa bir hadisədən başlayır, axıra kimi hadisənin bitiminə dayanır. Yəni bunu biz özümüz bilirik də. Bir hadisə başlayır, əsərin əvvəlindən axırına kimi gedirsə, bu vahid süjet xəttidir. Deməli biz 4-6 buradadır, Y-dədir. Aydındır? Bu birinci hökmə xüsusilə diqqət yetirin. Çaşdırıcı məqam idi. Sonra uşaqlar. 6 var müəllimə məndə. Cavid ədəbiyyatda neçə səhvin çıxdı? Mən çatdıranmadım, sizə də yazmışdım. Öndə bəs çox çıxdı. Hə, mən elə bildim biraz o qədər yəni. Bilirsiniz nətərdir? Burada çatdıra bilməyəndə mütləq bunları tamamlamaq lazımdır. Tək dinləməklə olmur. Bil ki, səndə bu test təsdiqdir, sonra oturub təzədən bunu bir də yazmaq lazımdır. İndi burada çox az uşaq qoşulub. Qalanlar video uzaqla gedəcəklər. Bu sınaq qruplarını tas tamam işləyib də, məsuliyyətlə sınaqları işləyib, səhvlərinizin üstündə dursanız, yəni mən deyən kimi məsuliyyətlə hamısını icra etsəniz, sizi əmin edirəm, ikinci imtahan nə qədər gəlir gəlsin, çətin olsa, yenə siz nəsə ardıracaqsınız. Yoxsa 3-4 gün özümə söz verirəm, hə, bu gün öyrəndim, 3 gündən sonra başım buraxdınsa, yox. Onda nə deyirlər? At da getdi, ip də getdi deyirlər. Elə bir məsələ var. Yəni onda bir şey olmur. Axıra qədər dişinizi sıxırsınız, bütün testləri təstamam işləyirsiniz. Xüsusilə səhv yazdığımız məqamlar varsa, o mövzunun üzərindən bir də kökləməyə çalışırsınız. 6-cı suala baxırıq. Cəfər Cabbarın Oktay Oloğlu əsəri ilə bağlı yanlış fikri müəyyən edin. Səməd bəyin Oktay Rus səhnəsinə dəvət edərək yaxşı pul verəcəklərini deyəndə Oktay ona etiraz edir. Edir? Əlbəttə etiraz edir. Bəli. Nə deyirdi orada uşaqlar? Nə demək? Deyirdi, gəl sənə deyir, nə edirsən burada? Qubernatora da yəni dilmanc lazımdır. Orada səhnədə yaxşı pul verirlər. İstəmir. Cavabında nə deyir Oktay? Amma orada demirdi, orada teatr inkişaf edib, burada da inkişaf etməlidir. Bəli, yəni məqsədindən dönmür. Oktayla söhbətində Nadia onlara teatra Aslan bəyin gətirdiyi barədə məlumat verir. Hə, olar. Yəni Aslan bəy onları apardığını deyir. Firəngizin Oktaya göndərdiyi məktubun mətninin Azərbaycan dilində olduğunu görən Mazandaranski təəccüblənir. Çünki onlar belə bir şey görməmişlərdi ona görə. Aslan bəyin Firəngizin qardaşı olmasını Oktaya Nadia deyir. Firəngiz deyir ona. Firəngizin özü deyir. Bəli, onun səhvdir də var idi. 5-ə baxa bilərik müəllimə. Verilmiş əsərlərə aid yanlış fikri göstərin. Qəşəng sualdır. Yanlış fikri. Zəhər və namərd gülləsi. Yanlış. Aha. Daşdəmir əlinə fürsət keçdiyi üçün Mirqasıma pislik edir. Bizə səhv lazımdır, bu doğrudur. Kərəmin öz dəstəsi ilə kəndin əkin sahələri olan yerə gəlməkdə məqsəd Niftalıya qulaq vurması vermək idi. Əsərlərə aid olan yanlış. İndi baxaq burada hamısından, ikisinə də yanlış, yoxsa ümumiyyətlə yanlış olanı götürməliyəm. Mirqasım atın dayanmasından şübhələnib tapqırı yoxladı, bu düzdür. Mürşid hardan gəlməsi və kim olması barədə məlumat verilmir. Bunlar düzdür, bu heç. Daşdəmirin ayağı ilə süd vedrəsini aşırı bilmədi toxunun deməsi əsərin sujetinin ən gərgin nöqtəsidir, düzdür bu. Niftalı Kərəmlə birgə keçirdiyi anları Mürşid tərəfindən vurulandan sonra göz önünə gətirir, düzdür bu. Mirqasımın oğlanlarından biri yüksək vəzifədə raykom katibi idi də, düzdür bu. Niftalı dövlət qulluğuna keçəndən sonra istər-istəmə cəmaatla üz-göz olmaq məcburiyyətinə qalır, düzdür bu. Çünki deyir, vəzifə boyunduruq kimi bir şeydir də, neynəsən, artıq onu icra etməlisən. Mirqasım bölgəni xilas edə bilmədi, bəli. Torpağa qazıb bastırıb kör peşman meşəni tərk etdi.
Bu səhvdir də müəllimə. Onu biz bastırdığını görürük uşaqlar. Öyle bir şey görmürük axı. Mürşid kənddən gedəndən sonra bir neçə dəfə Niftalı Toxuya sifariş edib onu hədələmişdi. Mürşid hədələməmişdi, Kərəm hədələmişdi. Bu ya ikisi də səhv olmalıdır onda. Cavab Y variantı. İkisi də səhv. Sonra 7 var Bu müəllimə. cümlə qayıdandan sonra e, kimsə ona pul təklif edirdi ki, gəl teatra sənə pul verək, sən burada işlə. bəli. Çünki Oktay sürgündən qayıdandan sonra teatra bəs nəyə görə çıxır? Bacısı Sevərə görə çıxır ki, pul əldə eləsin. Onu o səfil həyatdan qurtarsın. Axundovun Aldanmış Kəvakib əsərində səbəb-nəticə əlaqələrinin hansında uyğunluq pozulub? Molla Başağın Səməd Abbasın Münəccimbaşıya qarşı yönəldir və nəticədə Şah Abbas cəlladı çağırıb Münəccimbaşının boynuna vurulmasını əmr edir. Bizə pozulan lazımdır, bəli. O da yalvarır, yaxarır ki, mənə möhlət ver 3 gün. Mən gedim Zici Uluqbəyi bir də oxuyum, mən sizə bir çarə deyəcəm. Bu doğru hökmdür. Mövlana Cəmaləddin Ulduzlardan gələcək bəlanın dəfn olunması yolunu göstərdi. Şah Abbas sarayı tərk edib hökmdarlıqdan əl çəkdi. Yəni yekunda ola bilər, yekunda bu oldu. Ruhanilik təhsili alan Yusuf Sərrac bu sahədə olan adamların yalançılığını, riyakarlığını gördü. Nəticədə sərraclıq sənətini öyrənib həmişə məşğul olub, düzdür bu. Deyir Yusif Sərrac onu saraya aparmağa gələnlərə etiraz etdi. Saray adamları onu zorla saraya gətiriblər. Belə şey var, uşaqlar. Etiraz görmürük axı. Bəli. Bəs orada demir ki, yəni siz gedin də, mən öz işimlə məşğul olmaq istəyirəm sərraclıqla. Zorla gətirmə məsələsi yoxdur. Onu kim zorla gətirə bilər? Xalq Yusuf Şaha qarşı Axırda istəyərək gəlir. Bəli. Ərk qalasındakı məmurlar azad. Çünki o gəlir vəziyyəti artıq nə olduğunu başa düşəndən sonra bunu fürsətə çevirir. O qədər islahat keçirir. Düzdür bu uşaqlar. Sonra 8-ə baxa bilərik müəllim. baxaq. Aydan, sən səhvini də Xəlilzad Qaytar mənim qüdrətimi Azərbaycan şeirinin ideyasına uyğun olmayan bəndi göstər. Ümumiyyətlə Xəlilzad Qaytar mənim qüdrətim şeiri yadınızda. Birinci Qarabağ müharibəsindən sonra yazır. Biz bu şeiri xüsusilə müqayisə edirik Məhəmməd Hadinin Türkün nəğməsi şeiri ilə. Türkün tökülən qanları bihudə gedərmi? O Xəlil Rza da deyir ki, mənim qüdrətimi o dər yurda qaytar. Bir gün deyirsən, doğacaqsan yenə deyir öz nəfəsindən bu övladları. Çünki onun öz övladı Təbrizdə, 1-ci Qarabağda şəhid olmuşdu. Ülviləri, Təbrizləri bu torpaq yenidən doğacaq, yenidən dirçələcək, intiqamını alıb bayrağını yüksəldəcək. Yəni bu ideya əsərdə əsas idi. Vətən müqəddəsdir, onu qorumaq hamının borcudur. Yəni, bəli, vətənpərvərlikdirsə, bu düzgündür. Qarabağda baş verən unutmaq olmaz, çünki hadisələr qan yaddaşımızda ola bilər. Xalq ayağa qalxmalı, itirilmiş torpaqları geri qaytarmalıdır. Ola bilər, ayağa durur dər yurda. Analar oğullarını döyüşə yola salarkən, onları vətən şəhid olmağa göndərdiyini vurğulamalıdır. Yox, bu belə şey ola bilməz. Axı analar oğullarını döyüşə yola salanda onları vətən hansı ana övladını cəbhəyə yola salanda get şəhid ol deyə bilər? Yəni bu absurd fikirdir. Bəli, ana övladını yola salar, deyər ki, get vətənin keşiyində dayan, mərd dur, get dur, amma get şəhid ol da gəl. Bunu heç bir şair əsərdə təbliğ edə bilməz. Çünki bu insanlığa sığmayan bir yanaşma tərzidir ki, bu səhvdir tamamən. Düşmənə qalib gələcək, düzdür. Sonra uşaqlar ədəbiyyat əsərlərində bir şey yadda saxlayın da sizə.
məktəb dərsliyində xüsusi ideologiyası olan, xüsusi tərbiyəvi əhəmiyyəti, mahiyyəti olan əsərlər aşılanmalıdır. Bəzən çox absurd görünən fikirlər abituriyent və şagird üçün də, yəni çünki şagird üçün sonra da abituriyent üçün burada bu şagird üçün tövsiyə edilmir, tədris edilmir. Bəzən görürsüz televiziyada, sosial mediada deyirlər ki, məsələn, filan aşağı sinif məktəb dərsliyində belə bir mətn var və insanlar onu tənqid edir haqlı olaraq. Niyə görə? Çünki uşaqlara daim müsbət dəyərlər, fikirlər aşılanmalıdır. Min bir əziyyətlə övlad böyüdən valideyn, heç bir valideyn övladını sən get vətən üçün şəhid ol deyib yola sala bilməz. Ən belə vətən hissinə alışıb yanan, yanıqlı olan bir şəxs belə get vətənin keşiyində dur, vətəni qoru borcunda, amma sonra gəl sağ-salamat o baxımdan yəni bu tamamilə zidd bir fikirdir. Sonra 13. 22-də 3-ə baxarıq da. 13-də 3. Yox, 22-də 3. Hə, hələ 22-yə kimi var. 13-ə baxaq əvvəlcə. Mikail Müşfiqin Yağış Yağarkən şeiri ilə bağlı. Bu niyə belə getdi? Dəqiqə şunu. Mikail Müşfiqin Yağış Yağarkən şeiri ilə bağlı səhv fikri göstərin. Şeir yadınızda yağış yağır. Bəs eləyir gür damlalar sıra-sıra incin-incin damlalar. Deyir, şeirdə yağışın yağması və bu hadisəyə olan insan münasibəti öz əksini tapmışdır. Bəli. Bizə nə lazımdır? Səhv lazımdır. Düzdür. İnsan münasibəti necədir? Məsələn, orada səkidə qız, oğlan təsvir olunur, ayağını şappıldadır, səki ilə qaçır. Yəni, insana xoş sevinç bəxş edir sanki yağışın yağmağa. Müəllif yağışın yağmasına bərəkət, bolluq rəmzi kimi dəyərləndirmişdir. Əslində belə bir fikir var, ancaq şeirdə varmı? Şeirdə yağış zamanı yaranan təbii mənzərə, bəli, sıra-sıra inci-inci nur damlalar, bəli. Heca vəznin bütün tələbləri gözlənilməyib. Düzdür, gözlənilməyib uşaqlar. Çünki misraların bəzisində heca 12-dir, bəzisində 11-dir, dəyişir orada, düzdür bu. Gülə-gülə bir qız qaçır o səkidən, hali deyil səki-səkidən ürəyi deyir. Anafora işlənməyib. Bəli, bu anafora deyil. Niyə görə? Çünki bu mürəkkəb sözdür. Mürəkkəb sözün tərəfində təkrarlanma məqamını anafora hesab etmir. Qalır cavab B. Yəni, burada yağışın bərəkət, bolluq rəmzi olması göstərilmir. Tamamən təbiət peyzaj lirikasıdır. Sonra uşaqlar. 19. 14 var. 15 var. 14-15. 14-də deyir, Səməd Vurğunun Vaqif dramı ilə bağlı klasteri tamamlaya bilən fikri göstər deyir müəllif. Hadisəyə sərbəst yanaşıb. Bəli, tarixi hadisəyə sərbəst yanaşıb, deməli klasterimiz doğrularla gedəcək. Əməlləri qüvvətli xarakterləri ilə yadda qalan obrazlar yaratmışdır. Əlbəttə, burada Vidadini deyə bilərik, Vaqifin özünü deyə bilərik, Qacarın özünü deyə bilərik, Eldarı da deyə bilərik. Eldarın şəxsi həyatı ilə bağlı məqamlara daha çox. Eldarla bağlı biz nə görürük əsərdə? Heç nə. Bunun çıx, mənə bir yazma. Qacar obrazını bir tərəfli şəkildə qaniçən cəllad kimi təsvir etmişdir. Qacarı bir tərəfli, bəli, ancaq qaniçən. Bəlkə siz tarixdə onu o cür tanımırsınız, ancaq ki, əsərdə Vaqif Qacarı ancaq belə təqdim edilir. Necə deyir? Mənim qəlbim də, şeirdə nətər idi? Qandır, dünya qan üstündə xanimandır. Vicdanım da qəlbimdə qanı. Vaqifin xarakterinin həyata baxışının aydınlaşmasında Vidadidən istifadə edilmişdir. Vidadi yoxuşarlar. Həyata baxışının aydınlaşmasında Xuraman. xüsusilə Xuramandır. Çünki Xuraman ona xəyanət edir. Xuraman ona şöhrətpərəstliyi ilə qarşı-qarşıya qoyulan bir obrazdır ki, Vaqif onun qarşısında soyuqqanlı dura bilir, öz xarakterindən əl çəkmir, hətta onu bağışlayır. Yəni, necə bağışlayır? Yəni, öldürmür də, belə deyək. Amma nəticədə, axırda gəlib əfv olmağını istəyəndə əfv etmir, ancaq heç də etmir də. Cavab 1-3D variantı. 15-ci sual kim dedi?
Mən demişdim. Banuzayt Xəlil Zeynalabdin Seyid Əzimlinin Qafqaz müsəlmanlarının xitab əsəri ilə bağlı diaqramda səhvləri müəyyən edin. Hekayədir. Zeynalabdin Tağıyevdən bəhs edir. Qafqaz müsəlmanlarına xitab nədir? Məktub şəklində Zərdabiyə yazdığı bir nümunədir. Deyir, sujet xəttinə malikdir uşaqlar. Sujet xəttinə. Təbii ki, Zeynalabdin sujet xəttinə malikdir. Bizə nə lazımdır? Səhvlər. Burada bir doğrudur onda. Təhsilə, maariflənməyə önəm verilib. Hər ikisinə deyil o. Bunu hər ikisinə verib. Düzdür də, Zeynalabdində də biz Tağıyevin qız məktəbi açmağını görürük. Bunun üçün çalışdığını görürük. Qafqaz müsəlmanlarında da ümumiyyətlə milləti cahillikdən oyatmağa səsləyir. Ortaq ola bilər, düzdür. Niyə? 1-2-ni silək variantlardan cavab qaldı 3, 4, 5. Görək nə çıxır. İnsanın zəhmətlə ucala biləcəyi fikri aşılanır. Ortada Qafqaz müsəlmanlarının xitabda zəhmətlə ucala biləcəyi yox. Qafqaz müsəlmanlarının xitabda belə bir şey var. Deyir, insan zəhməti ilə dolananların necə deyir? Əl-Kasibül Həbibullah. Yəni Allah öz zəhməti ilə dolananların dostudur. Belə deyir. Zeynalabdində bir dənə bu fikir keçir də. Təsvir, yəni sırf onun üzərində gedirmi? Ona görə ortaya səhv verir. Təsvir təhkiyədən istifadə olunur. Təsvir təhkiyə epik əsər üçün keçərlidir. Burada Qafqaz müsəlmanlarına verir. Bu tərəfdə olmalıdır. Yazılarkən hecalar uzun qısalığı prinsipinə əməl olunub. Əruz yazılışında. Bəli, bu əruzun xüsusiyyətidir. Qafqaz müsəlmanlarına xitab da əruzda yazılıb. Bəli, cavab olur A variantı. Banu. 22-yə kimi var başqa sual olan? 16. 19 var. 17. Verilmiş şeir parçalarında işlənilən təsvir ifadə vasitələri ilə bağlı doğru fikirləri müəyyən edin deyir. Sön desəm, göylərdə sönər ulduzlar. Sönər ulduzlar. Yerə en desəm, enər ulduzlar. Burada metafor var. Köçürmə, sönmək, enmək məsəl üçün. Bizim dünyamızın cəlalına bax, igidlər səsləyir, hər ev, hər ocaq. İgidlər bəsləyir daha doğrusu. İgidlər bəsləyir, hər ev, hər ocaq. Təsvir ifadə deyirsə, ümumiyyətlə, sönər ulduzlar, məsələn, bu inversiya, metafor inversiya var. Bir də uşaqlar, burada bizim dünyamızın cəlalına bax, igidlər bəsləyir, hər ev, hər ocaq. Bizim dünyamız deyəndə əslində bizim dünyamız burada bizim dünyamız, dünya, kainat, aləm. Burada var biraz ad dəyişmə elə görür, amma baxaq, metafor işlənib, bir də var bəli, mübaliğə yoxdur. Yəni, mən ulduzun yerə enməyi biraz da şişirtmədi də. Mübaliğə yoxdur. Elə mübaliğə olsun bu. Çünki şişirtmədir. İnversiya işlənməyib. Amma inversiya işlənib dedik. Biz 2-ni 3-ü silsək, 1-4 dəqiq inversiya işlənib ikincidə. Bizim dünyamızın cəlalına igidlər bəsləyir, hər ev. Əslində belə olmalıdır. Hər ev, hər ocaq, igidlər bəsləyir olmalıdır. Bəli, inversiya burada var. 4 onu dəqiqdir. Ya 5 metafordan istifadə olunub. Cəlala, o zaman metonimiya olmağı daha məntiqlidir. Çünki bizim dünyamız deyəndə bizim dünyamızın cəlalına bax. Bizim dünyamızın cəlalına bax deyəndə bu bizim ölkəni nəzərdə tutur da. Bizim ölkəmizin cəlalına, qüdrətinə bax deyir. Hər evdə biri gidib böyüdülür. Orada ölkə Azərbaycan nəzərdə tutulur. Ona görə də ad dəyişmə metonimiyadan istifadə edilib. 1, 4, 6 olar burada cavab. Y variantı. Sonra 19-a baxaq. Məndə 17 var idi. 17 bir dənə 3 ilə 4-ə baxardıq. Ondan tamaşa düşənmədim. 17 ana haqqı, Tanrı haqqıdır deyimini hansı bəndlə bağlı işlətmək mümkündür? Manqurt əsərində Jolaman surətinin etdiyi hərəkətlə. Ana Yox. haqqı, Tanrı haqqıdır deyəndə, yəni ananı dəyərləndirmə məqamlarını seçməliyik.
Ona İkisini görə götürərdim. manqurtda mən həm də testin hamısına baxmalıyam. Sonradan gələnlərə yəqin ki, aydın olmayan məqam olmasında. Burada Jolaman anasını öldürür. Ona görə də ana haqqı üçün onun üçün heç bir dəyər sahibi olmur. Bir səhvdir. Ana şeiri lirik qəhrəman bəli, tamamilə ananı vəsf etdiyi üçün ana haqqı Tanrı haqqına ona bərabərdir. Qaytar ana borcunu şeirindəki oğul da nankördür da ananı dəyərləndirmir. Ona görə cavab 1-3 Y variantıdır. Burada anada Qanpoladın Səlma anaya münasibəti, yəni Qanpolad da Səlma anaya münasibətində biz mənfi heç bir şey görmürük. Müsbət də anasını sevir, dəyərləndirir. Hətta sonda sən necə əlini qana bulama, mən öz intikamımı almışam deyir. Ona görə cavab 1-3 E variantı. Nankörlük məqamlarını seçmək lazım idi. 19. 19. Uşaqlar, Bəxtiyarın Şəhidlər və İstiqlal poemasını xüsusilə sizə tapşırıram, baxın. Yaradıcılığına da baxın. Mütləq gələn dəfə sizə sual olmayacaq. Bəxtiyarın Şəhidlər poemasına verilən parça haqqında yanlışı göstərin. Zülüm zalım əli ilə haqqı boğdu o gecə. Tunc rehli inanlar, haqqımızı nə anlar, həqiqəti yalanlar, küncə sıxdı o gecə. Sovet dövlətinin öz vətəndaşları öldürməsi, zalim bir dövlət olması göstərilir. Bizə yanlış lazımdır. Tunc zirehli ilanlar deyir burada. Düz deyir də bu. Ad dəyişmədən, bəli, Bayram Anla bir-birinin cavabıdır. Tunc zirehli ilan deyəndə Soveti nəzərdə tutur, onların tankları nəzərdə tutur. Düzdür bu. Xilaskar hesab etdiyimiz ordumuz xalqının haqqını tapdaladı. Olar, bəli. Çünki onu xilaskar hesab edirdik, onların tərkibində idi. Sonra gəlib onlar bizə qarşı qətliam törətdilər. Bir gecədə hər şey tərsinə çevrildi, inamlar etibarını itirdi. Həqiqəti yalanlar, haqqı boğdu o gecə, bəli. İnandığımız doğruların həqiqət olduğu o gecə, bu tamamilə yanlış fikir. Bu 19-u səhv yazan qəşəng uşaqlar. Bu variantlara baxıb da yeni məntiqsizliyinə niyə baxmırsınız ki? İnandığımız doğruların həqiqət olduğu bizə sübut olundu. Biz elə bilirdik ki, onlar bizim xilaskarımızdır. Biz onların tabeliyindəyik. Uzun müddət onlardan asılıydıq. Amma nə oldu? Əksi sübut olundu ki, əslində onlar bizim düşmənimizdir. Onlar bizim yəni xilaskarımız heç deyirlər. Y variantı. Deyəsən çox diqqət Müəllimə. etmişsiniz. Bəli. Yəni burada D variantını niyə görə yazmışam? Çünki dedik ki, biz əsər şəhidlərdir, istiqlaldır, nikbin ruhadır. Burada deyir, inamları itirdi. Yəni elə bir bədbindir deyə o ki mən birbaşa D-ni yazmışdım. Y-yə heç baxmamışdım. Birbaşa yazmaq lazım deyil. Burada görürsünüz kəlmə necə, hər kəlmənin üzərində necə dəqiqlik verir. Mahiyyətinə varmaq lazım idi. Sonra uşaqlar 20. 20. Füzulinin Məni candan usandırdı qəzəlinin forma və bədii xüsusiyyətləri Cahiliyim. deyəcəm indi. Bu forma deyəndə nəzəriyyədən olan xüsusiyyətləri seçmək lazımdır. Hadisə, məzmunun bura heç o aidiyyəti yoxdur. İzah elə Günel. Aha. Burada deyim məhəbbət mövzusu yazılır, sevən aşiq duyğular əksinə bu düzgün fikirdir, amma bu məzmundur, forma lazımdır. Bəli. Yəni bir ona görə yanlışdır. Sonra deyir əksər beytlərdə daxili qafiyə istifadə olunur. Bəli, əksər beytlərdə həm də formaya aiddir, düzü nəzəriyyə aid fikirdir. Aşiq qurbanı səmimi, sədaqətli, cəfakeş bağışdır. Bu doğrudur, amma məzmun aiddir, formaya istəyirəm məndən. Bunu götürmürəm. Bədii sual işləm bu doğrudur, həm nəzəriyyə aid olan bir sualdır. Həcəz bəhrində məfalin 4 tərəfləsi yazılır. Bu da formaya aid xüsusiyyətdir, bu da doğrudur. Cavab D Əslində variantı. 5-dəki fikir bizə lazım deyil, proqram xaricidir. Çünki biz məfalin 4 təfiləsində yazılıb elə bir şey oxumuruq, düzdürmü? Amma sən çıxdaş eləməklə bunu cavab ala bilərdin. Bu tip testlərdə bütün nümunələr doğru verir. Məsələ diqqətli olun, məzmunla formanı fərqləndirməkdir. Aydındır, sujetdən danışırsa, xüsusiyyətdən danışırsa, bu məzmuna aiddir. Nəzəriyyədən gəlir, bəhri, janrı, qafiyə quruluşu deyirsə, bu formadır. 21. Müəllimə, bu məzmun fikirlər var 1-3. Onlar doğru fikirlər idi də. Doğru fikirlərdir, ancaq tələbi ödəmədiyi üçün götürmürük. Müəllimə 23-də 1-ə baxa bilərik yalnız. 22 var idi bayaq elə bir. Yox. Nə? 22-də 3-cü. 22-də 3-cü. Elçinin Talvar əsərində müəllif
Deyir ki, Xartutun ikiyə bölünməsini Ələbbas kişinin ölümünün yaxınlaşması ilə əlaqələndirir, tamamilə doğrudur. Bəli, çünki Xartut artıq ağac o qədər böyüyüb, artıq bölünür. Başını yerə qoyur ağac. Bəli. Burada da müəllif Ələbbas kişinin də qocalıb artıq ölümünün yaxınlaşdığına bir işarə edir. Mətnin içində bu yazmır. Bunu biz müəllifin təhlili ilə bağlı qeyd olunan məqamda fikirlərini görürük. Bəs mənim 4 niyə səhv olsun? Burada 4-də bir ailə fonunda ictimai-siyasi məsələ Mətləblər yoxdur. yoxdur axı. Siyasi heç nə yoxdur uşaqlar. Düzdür, bir ailə fonunda hadisələr verilib desə düz olardı, amma ictimai-siyasi heç nə yoxdur axı. Siyasət, ictimai problemlər, siyasət, dövlət bürokratizmi burada elə şey yoxdur. Bir ailə fonunda hadisələr təsvir olunub desəydi düz olardı. 23-də 1-ə baxaq bir də yalnız. 23-də 1 Bəli, bəli. Ernest Hemingwayın qoca dəniz əsərində Santiago balaca balıqçı ilə söhbətində balıq ovuna dan sökülməmiş çıxmaq istəməsinin səbəblərini göstərir. Həmin səbəbləri müəyyən edin. Deyir, sabah hava yaxşı, ümid bəsləyir. Bəli, özü bu ümid məqamından da bağlı sual verilə bilər ki, yəni o nə zaman ümidlənir? Ümidi nə idi? Yəni hava yaxşı olacaq, ona görə də biz dan yeri sökülməmiş tez çıxaq deyir. Bir düzdür burada. Çünki uzaqlara getmək fikrindədir. Bir də küləyin səmtini dəyişib geri qayıtmaq onda asan olur. Elə 1-2-3 olar. Uğurlu olduğunu düşünür, hələ elə bir düşüncəsi onun yox idi ki, ona uyğun davransın. Yəni baş-başa qalmaq bu da belə düşünür. Məmə bir də bu qoca axırda uğursuz olduğunu boynuna alır. Yox, elə bir şey yoxdur. Əksinə deyir, insan məğlubiyyət üçün yaranmayıb. Əsərin ideyası da budur. Yəni məğlubiyyət üçün yaranmayıb. Mən buradan məğlub qayıtmış olsam da yenə mən məğlub deyiləm. İnsan məğlubiyyətə yaranmayıb. İnsan daim mübarizə aparır. Aparmalıdır, yəni mübarizə aparmalıdır. Başqa sualı səhvi olan uşaqlar. 25. 24. 24. 4-də deyir ki, 24-də verilmiş parça ilə bağlı doğru fikri göstərin deyir. Can verən sərxoş gecə. Can vermək sərxoş gecədə nədir bu? Metafor, düzdürmü? Metafor bizə nə deyir burada? Hamısını istəyir. Ölürkən yorğun əzgin, coşdu qızın səsində, ölkədə qaynayan kin, səsli qız poemasındadır. Tarixi mövzuda yazılmış lirik əsərdən bir parçadır. Lirik əsərdən parça deyil uşaqlar. Bu sujet xətti olduğu üçün epik əsərdən, poemadan bir parçadır. Doğru dediyi üçün bir səhvdir. Birinci misrada qüvvətləndirici, təyin edici söz. Sərxoş gecə, necə gecə? Bəli, ola bilər, epitet də var burada deyə bilərik. 2-ni götürürəm. Bir əşyanın başqa əlamət köçürmə məsələsi yenə metafordur. Bəli, metaforu burada qeyd eləmişəm. İnversiyadan istifadə olunmuyub. Coşdu qızın səsində, ölkədə qaynayan kin. Burada xəbər əvvələ keçib, inversiya istifadə olunmayıb, səhvdir, istifadə olunub olmalıydı. Nəzərdə tutulan bir söz başqa sözlə əvəz olunub. Nədir bu? Metanimiya. Hanı metanimiya? Baxıram. Yorğun əzgin səsində ölkədə qaynayan kin. Ölkədə kin qaynaya bilməz. Ölkənin insanları kinlənib qaynaya bilər. Ona görə də cavab 2, 3, 5 olacaq 24-də. Və 25 dediniz. Sonra? 25. Cəlil Məmmədquluzadənin satirik qəhrəmanları ilə Sabirin satirik qəhrəmanlarını birləşdirən cəhət. Həm Mirzə Ələkbər Sabir, həm də Cəlil Məmmədquluzadə satirik Molla Nəsrəddin jurnalının əsas nümayəndələri idilər. O zaman tənqidi realistlər idi bu iki şəxs. Deyir ki, müəllif təxəyyülü məhsulu olan real həyatla bağlı deyirlər. Bu, sizcə Sabirə aid olar? Yox, bu kimə aid fikirdir? Bu, romantiklərə aid fikir idi. Müəllif təxəyyülü. Amma Sabirlə Cəlil Məmmədquluzadə gördüyünü yazanlar idi. Danışaraq öz dilləri ilə özlərini ifşa edirlər. Bu, satiranın əsas ifşa edici üsuludur. Düzdür bu.
Müəllif tərəfindən təsvir edilərək onlara məxsus neqativ hallar diqqətə çatdırılır, ola bilər. Tam şəkildə tənqidi planda vermirlər. Niyə? Tam şəkildə tənqidi plandadır. Məsələn, Mirzə Fətəli Axundovu desə, düz olar. Niyə düz olar? Çünki Mesut Jordanda qadın obrazları humoristik tənqid hədəfləridir. Yəni, tam satirik tənqid planında verilmir də, müəyyən qədər islah ediciliyi var. Amma Sabirdə, Cəlal Məmmədquluzadədə tamamən satiradır, tənqidi realizm olduğu üçün tamam tənqiddir. Səhvdir bu. Verilmişdir deyir, verilməyib. Yəni, tam şəkildə vermirlər deyir də, verilib amma deyirəm. Bəzən müəllifin rəğbətinə səbəb olan məqamlar, xeyr. Satirik qəhrəmanlarda rəğbət məsələsi yoxdur. Rəğbət olsa bu çevrilib olacaq humoristik əsər. Biz də bunu sadəcə Mirzə Fətəlidə görürük. Cavab müvafiq olaraq 2-3. Aydındır? Bəli. Yaxşı. Sonra? 26-da baxa bilərik müəllimə. Füzulinin yaradıcılığı ilə bağlı. Buna mən baxsam da böyük bir şey dəyişməyəcək. Bunu oxumaq lazımdır. Yaradıcılıq lazım olan müəlliflərdəndir. Baxırıq. Deyir ki, şəxsi həyatı ilə bağlı motivlərə yer verilməyib. Verilib. Bu qədər də yox. Şəxsi həyatı ilə bağlı yer verilib. Təkəbbürlü hökmdarların mənası müharibələr törətməsi həfcanda deyil, bəngü badədədir. Ona görə səhvdir bu. Bizə səhvlər lazımdır. Həqiqət-i Suada məşhur din xadimlərindən söhbət açıb. Bəli, Həqiqət-i Suada ana dilində yazılmış nəsr əsəridir. Din xadimləri ta ki Adəmin yaranmasından Aşura günü hadisələrinə qədər olan din tarixini bədiləşmiş formada Füzuli mükəmməl şəkildə təsvir edir. Füzuli çox savadlı, həm elmi, həm tibbi, həm dini biliklərə sahib bir mövlanə idi çünki. Ründü Zahid əsərində həyat haqqında fərqli baxışlar. Düz uşaqlar bu. Ründlə Zahid, ata və oğul bu qarşı durmasını verir və yenə də elmi fəlsəfə əsərdir bu. Leyli Məcnun Rum zəriflərinə ithaf olunmur. Rum zəriflərinin sifarişi nə yazılır? Sultan Süleyman Qanuniyə ithaf olunur. Üstəgəl Sultan Süleyman Qanuni 9 axça təqaüd təyin edir bu poemanın müqabilində Füzuliyə. Füzuli 9 axçanı ala bilmir, nə edir? Gedir, dövlət dairələrindən pulunu istəyir, vermirlər. Axırda Nişancı Paşaya məktub, yəni şikayətnamə Azərbaycan ədəbiyyatının ana dilində ilk nəsr əsərini yazır. O vaxtdan bu günə də məşhur bir cümlə dövrümüzə qədər gəlib çatır. Hansı cümlə idi o? Hansı cümlə idi? Salam verdim, rüşvət deyil deyə almadılar. Sonra uşaqlar. Sağ olun müəllimə, gecəniz xeyrə. Bitdi. Bəli. Sən səhvin bitəndə qərar verirsən ki, dərs bitdi. Uşaqlar, yoxdur başqa sualınız? Deyilmə. Yaxşı, oldu. Elsəvər, heç səsin gəlmədi. Buradasan? Bəli, müəllim, buradayam. Aydın oldu bütün suallar? Bəli, müəllim. Yaxşı, uşaqlar, oldu. Gecəniz xeyrə qalsın. Hələlik. Sağ olun.